Əzizlərim, Azərbaycanda 2 dənə problem var ki, bu heç vaxt həll ola bilmir, hər zaman gündəmin müzakirəsinə oturmağı bacarır, mən də heyrətlənirəm. Bunlar nədir? 1. Şortik, 2. Qadın. Bu iki mövzu necəsə də fırlanır, axırda müzakirələrin ortasına oturur. Bugün də bu məsələ haqqında danışacağıq. Bir ziyalımız var. Onun fikirləri cəmiyyətdə böyük bir rezonans doğurdu. Hal-hazırda gündəmin müzakirəsi odur. Ümumiyyətlə onun fikirlərini çayxanadakı Əlövsət dayı ilə Mirələm kişi desəydi, bu dərəcədə böyük bir rezonans doğurmayacaqdı. Aydın məsələdir. Bu fikirləri bir ziyalı dediyi üçün böyük bir təəccüb doğurdu. İndi gəlin məsələyə tam aydın şəkildə baxaq. Həmin qalmaqallı hissəni ilk öncə izləyək. Ümumiyyətlə Azərbaycanda qadının cəmiyyətdəki rolu nədir? Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır. Mən bu cür fikirləşirəm. İndi aralarından eləsi olsa ki, o öz xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlara o bir başqa məsələdir. Amma onda əgər əsas etibarilə əsas bizim istiqamətimiz qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, bu Azərbaycan cəmiyyətinə sanıram ki, daha çox xeyir gətirə bilər. Bunu çıxardarsınız manşetə ki, çox oxusunlar. Mən bu məsələ ilə bağlı qısa bir video çəkdim və sosial media hesablarımda paylaşdım. Xanımlara səsləndim ki, bu məsələ haqqında bir fikir bildirin. Baxın dostlar, girin mənim hesabıma, şərh hissələrinə baxın. Xanımların böyük bir əksəriyyəti, hardasa bir 70% deyərdim ki, deyir ki, düz deyir. Həmin ziyalımızın sözləri ilə razılaşır, yerdə qalan 30%lik qism isə onun sözləri ilə razılaşmır və öz arqumentləri nədirsə onu ifadə edir. Təbii ki, hər kəsin öz düşüncəsi var, mən də onların düşüncələrinə sayğı duyuram. İndi də mən öz düşüncələrimi paylaşacağam. Əvvəla mətbuatda yayıldı ki, bu ziyalımızın həyat yoldaşı məhz deputat olub. Yəni Azərbaycandakı ən yüksək vəzifələrdən birini icra edib. Bundan da əlavə fərqli yüksək vəzifələri olub bu insanın. Heç bir etirazım yoxdur, lap da yüksək olsun. Mən bu ziyalımızı tanımıram. Şəxsən mənim üçün maraqlı bir personaj deyil. Onun fikirləri ilə qidalanmıram. Onun nə vaxtsa videosu qarşıma çıxmayıb, nə də ki bir kitabını oxumamışam. Sadəcə bu çıxışından sonra tanıdım. İndi əzizlərim, bu insanın varsa qızı, varsa gəlini araşdırmağa ehtiyac yoxdur. Mən tam əminliklə deyə bilərəm ki, yüksək vəzifələrdə çalışırlar. Mənim bundan heç bir problem yoxdur. Bundan da artıq olsun. Amma məsələ xalqın qadınına gələndə onun yerinin ev olduğunu, evin içində də xüsusi koordinat verir, deyir, mətbəx olmalıdır. Azərbaycanda bir çox patriarx ailə modeli var. Yəni ailədə sadəcə kişinin sözü keçir. Kişi öl deyir, ölməlisən, dur deyir, durmalısan. Bu tipli ailələr də adətən kənd və rayon yerlərində mövcuddur. İndi bir ata modeli fikirləşin. Qızı yaxşı dərs oxuyandır. Ata da fikrə gedir ki, bu qızı oxudummu, yoxsa ərəmi verim, yaşı gəlir 18 yaşı var. İndi bu ziyalımızın videosu onun qarşısına çıxsa, nə baş verəcək? Mənə deyə bilərsiniz, nə baş verəcək? Faciə yaşanacaq da, deyəcək ya bu ağıllı adamdır, alim adamdır, bu belə deyirsə belə məsləhətdir, lazım deyil bunu oxumağı, ərə verək çıxsın getsin. Bu baş verə bilməz, əlbəttə baş verə bilər. Yəni danışanda sözün bir mahiyyətinə fokuslamaq lazımdır, bir dərinləməsinə düşünmək lazımdır. Bu nə fikirdir? Ümumiyyətlə jurnalist bu sualı o adama niyə verir? Bunun qərarını o mu verir? Azərbaycan qadının cəmiyyətdəki rolu nədir? Ümumiyyətlə bu sual niyə var? Bu sual niyə mövcuddur? Mən bunu sorğuluyuram hal-hazırda. Deyir ki, xüsusi istedadı varsa o başqa məsələ. Qardaş, xüsusi istedad nədir? Nəyi nəzərdə tuturlar xüsusi istedad dedikdə? Mən başa düşə bilmirəm. Bir insanın oxumağına şərait yaratmadansa, bir insanın işləməyinə şərait yaratmadansa, o xüsusi istedad necə cücərəcək? Necə yaşıllaşacaq? Bunu izah edə bilərsinizmi mənə? İndi kişiləri Tanrı elə yaradıb ki, fiziki olaraq əzilə kütləmiz qadınlara nisbətən daha güclüyük. Ən çətin işləri məhz kişilər edir. Yəni inşaatlarda kişilər işləyir, ağır işi onlar görürlər. Amma mən hər zaman demişəm və deməyə də davam edəcəm ki, qadının işi kişinin işindən bir neçə dəfə daha çətindir. Mən hələ də bunu müdafiə edirəm və bu sözümün arxasında dururam. Nə fikirləşirsiniz, fikirləşin. Qadın istəsə oxuyar, istəsə oxumaz, istəsə evlənər, istəsə evlənməz, istəsə uşaq saxlayar, istəsə saxlanmaz. Bunu müzakirə edənlər bizlər olmamalıyıq. Qadın-kişi münasibətləri ilə bağlı Tolqa Turanın bu videosuna baxmanızı şiddətlə tövsiyə edirəm. Orada bir çox məsələlərə aydınlıq gətirilib. İndi keçək uşaq pulu məsələsinə. Deputatımızın hörmətli Günay Ağamxanının gəlin bu çıxışını izləyək. Bu uşaq pulunun bugün geniş
şəkildə, yəni müzakirəsi də axı yoxdur. Müəyyən mənada müzakirələr olur, amma onun bugünkü gündə günümüzdə real olması hesab edirəm ki, bu günün mövzusu deyil və müzakirə məsələsi deyil. Yox, bəzi gənclər bununla əlaqələndirir ki, gənc ailələr xüsusilə də uşaq pulu da vermirlər. Bəs biz uşaqları dünyaya gətirək, razılaşarsınız mənimlə. Daha çox uşaq dünyaya gəlir. Evlənmə məsələsi, pensiya yaşı məsələsi. Ailələr uşaqları dünyaya gətirəndə onlar düşünməməlidirlər ki, mən bugün uşaq dünyaya gətirirəm və bunun qarşılığında dövlətdən nəsə gözləməliyəm. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, inanın səmimiyyətimə ki, uşaq pulu verilsə belə bundan daha çox tələblər qoyulacaqdır və bu mənfi bir tendensiyalara yol açır. Bəs düşünmürsünüzmü ki, valideynlərdə bu şəkildə bir asılılıqmı və yaxud da ki, həm də bir tənbəllikmi yarada bilər? Yəni, insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Yəni, bunun özü də doğru bir yanaşma deyil. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır. 8 yaşına qədər səhv etmirəmsə, olan ailələrə bir atanın işləməsi kifayət edir və bu da normaldır. Atanın da evdə otursun, ancaq uşaq pulu alsın yanaşması da mənim fikrimə görə və qənaətimcə doğru deyil. Baxın əzizlərim, məni bir çox xarici ölkələrdən izləyən həmvətənlərim var. Mən bunu YouTube'un statistikasına baxanda görə bilirəm. Sizlərdən xahiş edirəm ki, bu məsələyə bir münasibət bildirin, şərh hissəsində fikirlərinizi yazın. Gəlin Günay xanımın bu fikrinə praktiki olaraq nəzər salaq. Dünyaya baxaq. Uşaq pulunu bir çox Avropa ölkəsi və bir çox öndə gələn ölkələr məhz verir. Amma bu uşaq pulunun miqdarı o qədər yüksək deyil. Yəni sən bir və yaxud iki uşaq dünyaya gətirib elə bir vəziyyətə gələ bilmirsən ki, həm uşağın bütün ehtiyaclarını qarşılayasan, həm özünün, ailənin ehtiyaclarını qarşılayasan, həm də bunun ərzağı var, bunun nə bilim, paltarı var, pampersi var, osu var, busu var. Bunların hamısını uşaq pulu qarşılaya bilir. Avropa ölkələrində yaşayanlara səslənirəm. Təbii ki, qarşılaya bilmir. Ümumiyyətlə, bu insanda necə tənbəllik yarada bilər, necə istəksizlik yarada bilər ki, o uşaq pulu ilə başlı başına dolanmaq mümkün deyil. O uşaq pulu sadəcə ailəyə bir qədər dəstək olur, bir qədər kömək eləyir ki, uşağın pampersini ala bilsin, mamasını ala bilsin, südünü ala bilsin və sərvilaxır. Bu ailələrdən də işləməyə qarşı istəksizlik yaradır. Bunun ümumiyyətlə praktiki nümunəsi varmı? Kim belə düşünür? Kim belə yaşayır? Bir Avropa vətəndaşına bu sualı versək, bəlkə də bizə gülüb keçər. Deyərək bunlar nəyin müzakirəsini aparırlar? Yəni o qədər absurd və mənasız bir mövzudur. İndi ümumiyyətlə Azərbaycanda uşaq pulu verilsə, bunun miqdarı təqribən onlar uşaq başına düşər 80 manat 100 manat arası. Maksimum. Uşaq mamalarının qiyməti ortadadır. Kifayət qədər bahadır. Yəni 30 manat 40 manatdır. Almaq çox çətindir. Eyni zamanda ümumiyyətlə Azərbaycanda doğuş faizi hər il azalmaqdadır. Bu da nüfuzun qocalmasına gətirib çıxar və bunun heç kimə bir faydası yoxdur. Gedirsən ayrıca bir canın ağrır ya da uşağın bir canı ağrır, aparırsan xəstəxanaya. Ortabab bir xəstəxanaya getsən 40-50 manat da həkim qəbulu. Bir qədər yaxşı xəstəxanaya getmək istəsən 80-100 manat aralığındadır. Həkim səni müayinədən keçirir, ondan sonra 1 metr uzunluğunda resept yazır. Gedirsən verirsən aptekə, az qala 100 manatdan çox o dərmanların qiyməti tutur. Yəni necə düşünə bilərik ki, aldığımız o 100-200 manatla ailə işləməyəcək. Ailədə işləmək istəksizliyi yaradacaq. Yəni o dərəcədə, yəni görən də deyəcək uşaq başına 1000 manat, 1500 manat zad verəcəklər. Axı belə deyil. Uşaq pulunun verilməsi yaxşıdır. Ailəyə az da olsa maddi dəstəkdir. Mən bunun verilməsi tərəfdarıyam. Bax, mənə şərhlərdə bir çox qadın məhz onu yazır ki, mən istədiyim üçün işləmirəm. Ailədəki vəziyyətləri yaxşı deyil. O işləməsə yaxşı şəkildə dolana bilmirlər, uşağın ehtiyacını qarşılaya bilmirlər, evin ehtiyacını qarşılaya bilmirlər və məcburiyyət qarşısında işləyirəm. Mənə bir çox qadın məhz bu şərhi yazdı. Könlüm elə olmasını istəyərdi ki, ailədəki vəziyyət yaxşı olardı, dolanışıq yaxşı olardı və işləmək istəməyən qadınlar məcburiyyət qarşısında gedib işləməzdi. Kaş belə olardı. Bir də bir məsələ haqqında fikir bildirim, qardaş. Təhqir yazmayın, söyüş yazmayın. Onu etməklə sizin əlinizə heç nə keçməyəcək. Fikirlərinizi, düşüncələrinizi tənqidi formada yaza bilirsinizsə yazın, yaza bilmirsinizsə yazmayın. Mən həmin insanlara edilən təhqirləri silməkdən artıq yorulmuşam. Bu pis sözlərin heç kimə bir faydası yoxdur. İndiyə qədər söyüşün düzəltdiyi heç nə olmayıb. Bundan əmin ola bilərsiniz. Sağ olun, salamat qalın.